Salam, bugün sizlərlə birlikdə Azərbaycanın Abşeron yarımadasında yerləşən olduqca maraqlı bir məkana səyahət edəcəyik. Bura Bakı atəşgahıdır. Onun daş divarları əsrlər boyu davam edən bir sirri gizlədir və biz bugün bu sirrin pərdə arxasına baxmağa çalışacağıq. Əsrlər boyu bura səyyahlar, tacirlər, fərqli inanclardan olan insanlar gəlib. Amma yəqin ki, hamının ağlında eyni sual olub. Bu alovlar əslində kimin üçün yanırdı? Bu müqəddəs məkanın əsl sahibi kim idi? Bu sirrin açarı əslində yerin lap dərinliklərində gizlənib. Bilirsiniz, Abşeron yarımadası təbii qaz və neftlə o qədər zəngindir ki, minilliklər boyu yerdən alovlar yüksəlib. Təsəvvür edin, qədim insanlar üçün bu sadəcə bir geoloji hadisə deyildi. Yox. Bu, sanki bir möcüzə idi, ilahi bir işarə idi. Gəlin lap əvvəldən, məkanın özündən başlayaq. Çünki atəşgahın hekayəsi əslində çox qeyri-adi bir təbiət hadisəsi ilə başlayır. Bugün gördüyümüz bu möhkəm qalaya bənzər divarlar var ha, onlar 17-ci, 18-ci əsrlərdə, yəni İpək yolunun ən canlı, ən işlək vaxtlarında tikilib. Bu o deməkdir ki, bura təkcə ibadətgah deyildi, həm də uzaq yollardan gələn tacirlər və zəvvarlar üçün təhlükəsiz bir sığınacaq idi. Amma bir şeyi unutmayaq. Bu bölgə, bu indiki məbəd tikilməzdən çox əvvəllər də ot sitayişinin mərkəzi olub. Minilliklər boyu bura ziyarətçiləri və inanclı insanları özünə cəlb edib. İndi isə gəldik əsas məsələyə, əsl tapmacaya. Bəs bura ibadət etmək üçün gələnlər kimlər idi? Əlimizdəki sübutlar bizə 3 əsas qrupu göstərir. Deməli, bu tarixi sirrin 3 əsas şübhəlisi var. Birincisi Zərdüştülər, yəni bu regionun qədim odpərəstləri. Sonra gəlir Hindular, onlar üçün də alov müqəddəs idi. Və nəhayət Siklər. Onlar İpək yolu ilə bura həm ticarətə, həm də ziyarətə gəlirdilər. Gördüyünüz kimi, hər bir qrupun bu məkanla bağlı özünə məxsus güclü bir iddiası var. Bəs başqa harada ipucu axtara bilərik? Gəlin binanın özünə nəzər salaq. Çünki daşlar da danışır. Və memarlıq bizə çox maraqlı bir hekayə nəql edir. Məbədin quruluşuna baxanda onun necə də dərin düşünüldüyünü görürük. Bax, bu 5 bucaqlı xarici divarlar onu qoruyurdu. Mərkəzdəki o 4 sütunlu yer, yəni mehrab, əsas alovun yandığı yer idi. Ətrafdakı kiçik hücrələr isə uzaqdan gələn zəvvarlar, tacirlər, keşişlər üçün bir növ sığınacaq olub. Və bax, məhz bu, məbədin o ikili kimliyini çox aydın göstərir. Bir tərəfdən, quruluşu tamamilə yerli, yəni Şirvan-Abşeron memarlıq ənənələrinə uyğundur. Amma o biri tərəfdən, mərkəzdəki o mehrabın dizaynı birbaşa Hindistan məbəd üslublarını xatırladır. Sanki iki fərqli dünya burada birləşib. Amma bəlkə də ən güclü, ən danılmaz sübutlar elə divarların özündədir. Təsəvvür edin, 100 illər əvvəl bura gələn zəvvarlar daşların üzərində öz mesajlarını qoyub gediblər. Tədqiqatçılar bu divarları araşdıranda inanılmaz bir şeylə qarşılaşırlar. Hinduizmin qədim və müqəddəs dili olan sanskritdə yazılmış çoxsaylı yazılar. Bu, artıq Hindu icmasının burada olduğunun təqzib edilməz bir sübutu idi. Amma hekayə bununla bitmir. Həmin yazıların yanında Siklərin istifadə etdiyi Gurumuxri əlifbası ilə Pəncabi dilində də yazılar tapılır. Və təbii ki, bütün regionda o dövrün əsas ticarət və mədəniyyət dili olan Fars dilində yazılar var. Yəni, bütün bu fərqli dillərdəki yazılar bir şeyi sübut edir. Bu məbəd sadəcə bir xalqın, bir dinin məkanı olmayıb. Bura fərqli mədəniyyətlərin qovuşduğu, əsl kosmopolit bir mərkəz olub. Yaxşı, bəs bu qədim müqəddəs məkanın müasir dövrdəki taleyi necə olub? Gəlin baxaq görək, o aktiv bir ibadətgahdan necə bugünkü milli abidəyə çevrilib. Və ən dramatik, bəlkə də ən kədərli an 20-ci əsrdə yaşanır. Məbədin ürəyi sayılan o əbədi alov 1969-cu ildə sənayeləşmə ucbatından sönür. Yerin təbii qazı tükənir. Bugün gördüyümüz alov isə artıq süni şəkildə qaz borusu ilə təmin edilir. Bu zaman xətti əslində məbədin bütün hekayətini özündə cəmləyir. Baxın, İpək yolu tacirləri tərəfindən tikilir, sonra təbii alovu sönür, 1975-ci ildə artıq dövlət muzeyinə çevrilir və nəhayət UNESCO-nun Ümumdünya İrs siyahısına namizəd olur. Nə qədər böyük bir təkamül, elə deyilmi? Amma bütün bu bildiklərimizə baxmayaraq,
Atəşgah hələ də bütün sirlərini bizə açmayıb. Məsələn, onun ən ilkin forması necə idi və ən əsası, bu məkanın əsl birincili sahibi hansı qrupuydu? Yoxsa elə əvvəldən çox mədəniyyətli bir yer olub? Bax, bu suallar hələ də tədqiqatçıları düşündürür və göstərir ki, bu hekayə hələ bitməyib.